Salam dostlar, Axtarış kanalına xoş gəlmisiniz. Bugün sosial şəbəkələrdə kifayət qədər izlənilən Allah var yoxsa yox debatını analiz edəcəyik. Əvvəlcədən bir şey qeyd edim. Bu videonun məqsədi Allahın varlığını və ya yoxluğunu sübut etmək deyil. Mən bu debatda kimin qalib gəldiyini də elan etməyəcəyim. Mən sadəcə səsləndirilən arqumentlərin nə qədər məntiqli olduğunu analiz edəcəyim. Çünki bir insanın haqlı olması, onun daha çox danışması ilə ölçülmür. Daha yüksək səslə danışmaq da haqlı olmaq demək deyil. Hətta auditoriyanın alqışı belə arqumentin doğruluğunu göstərmir. Qədim Yunan filosofu Aristotel deyirdi ki, insanı həqiqətə aparan şey emosiyalar yox, məntiqdir. Buna görə də bu videoda emosiyaları bir kənara qoyub arqumentlərə baxacaq. Debatın əvvəlində belə bir arqument səslənir. Maşın varsa, deməli zavod da var. Elə isə kainat varsa, onun yaradıcısı da olmalıdır. Fərz eləyək ki, maşının var, sürürsən. O zavodunu sən inkar eləyə bilərsən. Deyə bilərsən ki, mən maşını bilirəm, maşını sürürəm, amma zavodu tanımıram, heç qəbul eləmirəm. Yox. Bu əslində fəlsəfədə çox qədim arqumentdir. Buna kosmoloji arqument deyilir. Bu arqumentin müxtəlif formalarını Aristotel, İbn Sina və bunun kimi filosoflar müdafiə ediblər. Burada ateist belə cavab verir. Bəs Allahı kim yaradıb? Maşının istehsal olunduğu zavodu gelip görebilirsən. O niyə görmək olmur ki? Mənim önce bu boyda kainatı istehsal edən maşının zavodu, bu boyda kainatı istehsal edən hardadır? İlk baxışda bu güclü sual kimi görünür. Amma burada vacib bir məqam var. Kosmoloji arqumenti Allahı yaradılmış bir varlıq kimi qəbul etmir. Əksinə, iddia edir ki, Allah başlanğıcı olmayan zəruri bir varlıqdır. Yəni bu arqumenti qəbul edən insan üçün Allahı kim yaradıb sualı artıq arqumentin öz çevrəsində uyğun gəlmir. Bu o demək deyil ki, kosmoloji arqumenti mütləq doğrudur. Amma sadəcə arqumenti tənqid etmək istəyirsənsə, əvvəlcə onu düzgün başa düşməlisən. Burada ateistin etdiyi səhv məhz budur. O qarşı tərəfin iddiasını olduğu kimi yox, dəyişdirilmiş formada cavablandırır. Digər tərəfdən mömin də arqumentini kifayət qədər əsaslandırmır. O kainatın yaradıcısı var, nəticəsini deyir, amma niyə məhz bu yaradıcının Allah olduğunu izah etmir? Axı nəzəri olaraq başqa ehtimallarda irəli sürmək olar. Bəzi filosoflar kainatın əbədi ola biləcəyini, bəziləri isə hələ bilmədiyimiz təbii mexanizmlərin mövcud ola biləcəyini irəli sürüblər. Şotland filosofu David Hume da səbəb-nəticə haqqında maraqlı bir tənqid də irəli sürmüşdü. O deyirdi ki, biz səbəbiyyəti birbaşa müşahidə etmirik. Biz sadəcə hadisələrin ardıcıl baş verdiyini görürük və buna öyrəşdiyimiz üçün aralarında zəruri əlaqə olduğunu düşünürük. Bu kosmoloji arqumentini avtomatik təkzib etmir, amma göstərir ki, məsələ ilk baxışda göründüyündən daha mürəkkəbdir. Deməli, debatın ilk dəqiqələrində hər iki tərəf tam güclü arqument ortaya qoya bilmir. Biri arqumentini tam əsaslandırmır, digəri isə arqumenti tam başa düşmədən cavab verməyə çalışır. İndi isə debatın ən çox paylaşılmış hissəsinə keçək. Mömin deyir ki, beynini göstər. Ateist isə belə cavab verir. Xəstəxanaya gəl göstərim. Sən beynini göstərə bilərsən amma? Hə. Göstər. Sənə göstərmərəm də, amma lazım olsa göstərə bilirim. Yox, göstər də bu boyda 1600 adam içində beynini mənə göstər. Hə, gələrsən mənə xəstəxanaya deyib göstərərsən. Bu hissəyə baxan çox adam elə bilir ki, ateist burada çox doğru cavab verdi. Amma əslində vəziyyət biraz fərqlidir. Burada hər iki tərəf zəif müqayisə edir. Beyin maddi bir orqandır. Onu MRT ilə görmək, əməliyyat zamanı müşahidə etmək, hətta mikroskop altında hüceyrələrini araşdırmaq mümkündür. Allah anlayışı isə teologiyada maddi varlıq kimi təqdim olunmur. Deməli, görünməyən beyinlə görünməyən Allahı eyni kateqoriyaya qoymaq məntiqi baxımdan düzgün deyil. Amma ateistin cavabı da tam yerinə düşmür. Çünki burada əsas məsələ beyni göstərmək yox, müqayisənin səhv qurması idi. O isə bunu izah etmək əvəzinə söhbəti zarafata çevirməyə başladı. Debat qoyub bunu bir neçə yerdə də görürük. Məsələn, nənəmin buğu olsaydı babam olardı, səndə beyin yoxdur. Fərz eləyək ki, nənəmin də bığı var, babam olacaq. Aşmadan göstərdi amma beynini. Göstərsəm də anlamayasın, səndə yoxdur mu? Sən Allahı hamdan yaxşı tanıyırsan, sadəcə olaraq. Hə, oturub bir çay içmişəm, iki tasda nerede oynamışam? Yox, tanıyırsan. İzləyənlər üçün bunlar gülməli görünə bilər.
Amma ağılın gücü istehsa ilə deyil, arqumentlə ölçülür. Bir arqumenti zarafatla gözdən salmaq mümkündür. Amma onu təqsib etmək mümkün deyil. Yəni auditoriyanı güldürmək arqumenti yanlış çıxarmır. Debatda daha bir maraqlı hissə var. Mömin dağılmayan divar nümunəsi çəkir. Ateist isə deyir, elə divar yoxdur. Bir də vaqon düşün. Belə deyək də, elektriska vaqonu düşün. Gedir, Yox, yanmır. düşünəmirəm. İndi bir dənə də fərz elə ki, bir dənə də duvar var. Qabağına çıxan 4-cü divardan sonra öz məhv olur. Yox, bir dənə də duvar fərz elə. İndi o duvara nə deyir, duvar dağılmır. Nə deyir, duvar dağılmır. Bunlar Hansı ikisi divardır bir yerə... ki? Ay, mən də bilməm də, fərz elə deyirəm. O Bu cavab da məntiqli görünmür. Çünki düşüncə eksperimenti, yəni fərz edək ki, ilə başlayan misallar fəlsəfədə 100 illərdir istifadə olunur. Məsələn, Albert Einstein işıq şüasının üzərinə minsəydi, nə olacağını təsəvvür edərək nisbilik nəzəriyyəsinin əsas ideyalarını formalaşdırmışdı. Məqsəd reallığı təsvir etmək yox, ideyanı yoxlamaq idi. Ona görə də belə divar yoxdur cavabı həmin misalı avtomatik səhv etmir. Amma burada mömində də ciddi problemlər var. O misal çəkir, amma nəticəni izah etmir. İzləyici başa düşmür ki, bu nümunə Allahın varlığı ilə necə əlaqəlidir. Yəni biri misalı anlamır, digəri isə misalı düzgün əsaslandıra bilmir. Belə olanda debat irəli getmir. Məncə bu debatın ən böyük problemi də məhz budur. Tərəflər bir-birini dinləmək əvəzinə növbəti cümləyə hazırlaşırlar. Karl Popper deyirdi ki, elm və rasional müzakirə yalnız o zaman inkişaf edir ki, insan öz fikrinin səhv ola biləcəyini qəbul etsin. Əgər məqsəd qarşı tərəfi susturmaqdırsa, bu artıq debat deyil. Bu sadəcə söz yarışıdır. Debatın sonralarına yaxın mövzu tamam başqa istiqamətə gedir. Artıq Allahın varlığından yox, insanın niyə öldüyündən danışılır. Ateist deyir ki, insan entropiyaya görə ölür. Yaxşı, niyə ölürsən, niyə can verirsən? Bir də mən ona cavab ver də. Entropiya var axı. Yox da niyə ölürsən? Kimdir sənin canı bağlan? Nədir canı bağlan? Deyirəm entropiya. Yaxşı, bu niyə belə nizamlı şəkildədir? Kimdir bu qayda? Nizamlı deyil axı entropiya. Yox, insan qoyub bu qayda qanunu ki, sən məsəl üçün Yox. mən 20 yaşında canımı verirəm, sən gedirsən 50 yaşında canımı verirsən. Biri gedir Gözəl. 100 yaşında canımı verir. Gözəl. İndi sən demək istəyirsən ki, insan ömrünü falan kəsin falan yaşda, feşman yaşda ölməsini təyin edən bir Allah var. Hə. Burada kiçik bir düzəliş etmək lazımdır. Əslində entropiya insanı öldürən bir qüvvə deyil. Entropiya termodinamika sistemlərinin zamanla daha nizamsız vəziyyətə keçməsini izah edən anlayışdır. Fizik Rudolf Clausius bu anlayışı elmə gətirib. Daha sonra isə Ludwig Boltzmann onu statistik fizika ilə izah edib. İnsan qocalması isə daha mürəkkəb bioloji prosesdir. Buna hüceyrələrin zədələnməsi, DNT-də mutasiyalar, telomerlərin qısalması, zülalların sıradan çıxması kimi çox amil rol oynayır. Yəni sadəcə entropiya demək elmi baxımdan tam cavab deyil. Amma mömin də burada zəif arqument irəli sürür. O deyir ki, insanın nə vaxt öləcəyini Allah müəyyən edir. Bu artıq elmi yox, dini iddiadır. Belə bir iddia elmi metodlarla yoxlamaq mümkün deyil. Ona görə də bunu elmi fakt kimi təqdim etmək düzgün olmaz. Burada hər iki tərəf fərqli sahələrin cavablarını bir-birinə qarışdırır. Elm, proses necə baş verir sualına cavab axtarır. Din isə daha çox niyə baş verir sualına cavab verməyə çalışır. Bu iki yanaşmanı qarşılaşdıranda müzakirə dolaşıq olur. Sonra debat tamam başqa bir istiqamətə keçir. Söhbət İmam Hüseyndən və Şəhid Polad Həşimovdan düşür. Niyə ağlamam? Hanı mən niyə görmürəm? Axşama qədər Hüseyn deyə qalmış. Hüseyn nə də bizim şəhidlərimizdən artıqdır. Hüseyn elə şəhidlərin şahıdır. Nə idi? Şəhidlərin şahıdır. Mən də deyirəm ki, Hüseyn bir Polad deyil. 50 dənə Hüseyn vardı bir Polad. Başa düşdün? Açığı bu hissəni debata əlavə etməyi mən düzgün hesab etmirəm. Çünki artıq mövzu Allahın varlığı deyil, mövzu emosiyalara keçir. Ateist deyir ki, 50 Hüseyn bir Polad eləmir. Bu cümlə artıq arqument deyil. Bu şəxsi dəyər müzakirəsidir. Çünki burada nə məntiq var, nə də sübut. Digər tərəfdən mömin də İmam Hüseyn şəhidlərinin şahıdır deyərək dini inancı arqument kimi təqdim edir. Bu da qarşı tərəfi inandıra biləcək arqument deyil. Çünki debatda hər iki tərəfin qəbul etdiyi əsaslarla çıxış etmək lazımdır. Əgər qarşı tərəf dini mənbəni qəbul etmirsə, onu dəlil kimi göstərmək mübahisəni irəli aparmayacaq.
Şəhid Polad Həşimov Azərbaycan tarixində xüsusi yeri olan qəhrəmandır. O vətən uğrunda canını fəda edib. İmam Hüseyn isə İslam tarixində milyonlarla insan üçün böyük mənəvi və dini dəyərlərə malik şəxsiyyətdir. Bu iki şəxsiyyəti müqayisə etmək məncə düzgün deyil. Çünki biri milli tariximizin qəhrəmanı, digəri isə dini tarixdə mühüm olan bir qəhrəmandır. Onları qarşılaşdırmaq nə elmi müzakirəyə, nə də sağlam debata fayda verir. Bu debatı əvvəldən axıra qədər izləyəndə mən belə bir nəticəyə gəldim. Ən böyük problem arqumentlərin zəif olması deyil. Ən böyük problem tərəflərin bir-birini başa düşməyə çalışmamasıdır. Mömin bəzi iddiaları əsaslandırmadan nəticə çıxarırdı. Ateist isə bəzi məqamlarda arqument vermək əvəzinə zarafat və istehzaya üstünlük verirdi. Sokratın bir sözü var. Müzakirənin məqsədi qalib gəlmək yox, həqiqətə yaxınlaşmaqdır. Məncə bu debatda məhz bu çatışmırdı. Əgər məqsəd həqiqəti axtarmaqdırsa, ilk növbədə qarşı tərəfin fikrini düzgün başa düşmək lazımdır. Çünki düzgün başa düşmədiyin bir fikri düzgün tənqid etmək də mümkün deyil. Ümid edirəm ki, bu analiz sizə debatda fərqli prizmadan baxmağa kömək etdi. Əgər bu cür məntiq, elm və fəlsəfə mövzularında daha çox analiz görmək istəyirsinizsə, videonu bəyənməyi və Axtarış kanalına abunə olmağı unutmayın. Növbəti videoda görüşənədək.